Görün kim geldi bura. Vay dedim vay. Vorzakon. Vorzakoni. Kenan ne eskidi bilmirəm. Türeski deyək də. Kenan Türeski. Salam aleyküm, ne var ne yok? Salam. Yaxşıyam. Kardeş, benim seninle birincisi heç bir problemim yoktu. Sen niye benimle böyle bir problem yaşayırsan ben onu anlayabilmedim. İndi anladım da sənə. Aha, Deməli buyur. Kenan 007. Aha. O canlıda o vaxtı girib nə yazdın mənə? Ben sayı yazmadım. Yox, Oraya, ümumiyyətlə ora nə yazmışdın? O sözü bir dənə yadıma sal. oraya yazdım ki, orada çok insan çok söz yazırdı. Ben de yazdım ki, kişi odur ki, akşam eve gələndə əlində bir salapanla bir çörəklə gəlsin, düzdürmü? Hə. İndi onu Hə. kimə yazmışdın sən? Ümumiyyətlə yazmışdım. Yəni mənim Sən səndən onu birincisi ümumiyyətlə yazmışdınsa, Ha, qulaq aha. as da. Sən bu telefon, sənin əlində olan telefonu sən idarə edirsən. Beynindəki fikirləri ora sən yazırsan. Ora qabağına yaza bilərdin ümumiyyətlə. Yaza bilərdin ki, sənə aid Ha, ben yazmışdım da qardaşım. Gəl belə deyək də, Kənan, bir dəqiqə qulaq as mənə. Aha. Mən canlı açmışam. Qayıdım burada deyim ki, o Apşakovu danışım, amma Apşaka deyim ki, yox, mən buna Apşaka aydım. Qardaş, sabah burada 416 nəfər kişi qayıdıb mənə deməz, ay Çingiz, o sözü kimə aiddir? Deyərdim ki, mən sənə aid. Deməyəcəklər ki, mənə, əgər bizə aid Çingiz, eləmirsən, zazor qoy da, sən uşaq deyilsən, sənin 13 yaşın yox. Baxıram ki, 40-a haqlamış kişisən, 40-dan yuxarı yaşın aşağı deyil. Sən özün bilmirsən ki, insan cümlə qoşanda ora bir mübtədasını qoymalısan. Sənin cümləndə mübtəda yoxdur. Necə? Heç də deyirəm cümləni qoşanda ona elə düz yazgılan ki, ora mən də sənə pis söz söymədim ki. Yox, sən orada elə Mən bir sənə cavab söz verdin söymədim ki, orada. yox, bir dəqiqə Mən sənə də söz elə bir söylədim cavab orada. verdin ki, birincisi sayı yaraşmır. Yəni Yaxşı, qulaq orada as, verdiyin mən- cavabdan Hə. yəni Mən mən orada da sənə mən elə yaraşdırmadım bir bildim, ay qulaq as da Kənan, mən Hə. elə bildim ki, sən o sözü, həmin o söhbəti mənə aid edirsən. Mən də qayıtdım dedim ki, Estağfurullah qardaş, mən sən mən də qayıtdım birinci dedim gir ki, videolarına, sən hələ gəl mənim bir hörmətim dəqiqə qədər də hörmət qardaş, qazan. bir dəqiqə, birinci gir videolarına gör, mən sənin haqqında nələr yazmışam, mən sənin xətrini çox istəyirəm. Bu, mən səninlə nə problemim ola bilər ki, qurban olduğum. Ay Kənan, bir dənə qulaq as da dedim. Ayça. Gəl mən danışım, fikrimi bildirim, sonra sən bildir. Qarışmasın. Sən deyirsən, mən deyirəm bardaq kimi olur. Bax sən o sözü yazdın. Mən elə bildim ki, o sözü mənə aid edirsən. Çünki bu canlıda danışan mənəm. Mənim yanımda adam yoxdur. O saqqallar var da olsaydı yenə Allah belə bilərdim ona. O da yoxdur yanında. Yox, Mən danışıram, elə bildim onu mənə aiddir. Mən də qayıtdım dedim ki, sən hələ getginən mənim qədər hörmət qazan. Ondan sonra da sən moderatorlardan hansısa blok elədi. Sən isə mən direktdə nə yazdın? Yazmısan ki, yalançının belə söyüşü də sən başlamısan. Ha mən heç vaxt birinci mən söyüşə söyüşlə yazdım, amma bax sən bax indi söyüşün sən niyə söyüşlə? Birinci əsəbləşdim o söyüşü, yəni yazdım elə. Yox, bir dəqiqə də qardaşım. Su var yanımda, əsəbləşəndə bax su içirəm, Allah əsəblərim fısı yatır. İndi gör nə deyirəm. Birinci mən yerimdə sən olsaydın, sən aid olmayan bir hansısa bir kəlməni işlədən oğlana sən elə bir cavab versaydın, o sən xoşuna gələrdi. Mən sənin yerində olsaydım, mən əgər sözüm kimədirsə, mənə fərqi yoxdur. Mən həmişə sözüm olan adamın sözümü o adama deyərdim. O Apşakovu yazmazdım. Apşakovu yazmadım ki, orada qurban oldu. Bax, bu razborkanın, TikTok razborkasının başlanma səbəbi də sənsən, söyüş müharibəsinin başlanma səbəbi də sənsən. İkisində sən başlamısan. O sənin problemindir, qardaş, o mənim problemimdir. Gəl belə deyək də, yolda gedirəm, bir nəfərin dalına belə təpik vurum, deyim, ay da qaqa, mən səni vurmaq istəmirdim, əyağım öz-özünə dəydi. Deməz ki, qardaş, sən əyağı idarə eləyə bilmirsən, imini gələ mənim dalıma təpik vurasan. Bax, eyni şeyə dönür, sən danışdığın. Yazan sən, söhbəti yaradan sən, cavabı alansan, söyüşü də başladan sən. İndi mən bir dənə söz deyim də sənə. İndi belə bir kəlmə işlədim. Elə hər bir kəlmə işlədiləndə sən öz üzərinə götürürsən bunun hamısını.
Mən burada baxıram, mən sənə açığın deyim, mən burada baxıram. Görürəm ki, kimsə artıq əski söz yazır, ya mənə aid olan söz yazır. Baxıram, görürüm bu Birinci real sən adamdır. birinci Görürəm şəkli qatıldığın bir məkli insan varsa, elə yox bir dəqiqə. Sən birinci qatıldığın insan sən bilirsən ki, orada hər kəs orada o insana yəni fikir bildirə bilərdi. Düzdürmü? Orada sağ aidiyyəti olmayan hər bir kəlmə işlədilirdi. Düzdürmü? Mən birincisi yəni onu deyim. İkincisi də ki, mənim səndən heç bir problemim də yoxsa da orada nə deyəsiyəm mən? Sən yəni normal bir insansan, mənim səndən nə işim var? Ay Kənan, bax qulaq Ay as. can. Əgər sən bax indi canla zatla danışsan lap yaxşı, canın olsun şirin. Sən direktə mənə bu intonasiya ilə, bu şəkildə, bu jargonla sən mənə and ola Allaha yazsaydın, mən səndən heç, yəni bu söhbət bura qədər Yerazlar demişsən, dombalı şişməzdi. Bu söhbəti dombaldan sən oldun, Kənan. Orada söyüşdən başladın. Yəni mən sənə söyüş söymədim. Sən söyüşdən başladın, Sən avtomatik məcbur elədin də məni. Mən yaxşı, indi niyə söymürsən məni? O söyüşdən Niyə sonra söyləyim biz ki, söyüş sən qırğına birincisi söyləyəcək olan deyilsən axı. Ben ne bəs onda niyə söyüşlə? Bir normal bir Çünki şəkildə. sən Mən orada məndən yaşlı dedin ki, böyüksən, sən hala. Aysa Amma birincisi sən sən də başım orada ağarıbdı, mənim də başım ağarıbdı. Bax, bildim Kənan, də görsən. qardaş əzizim, bax birincisi sən orada o yorumda elə bir kəlmə işlətdin ki, o müsafirdə. Mən məcbur oldum sənə direktə o söyüş işlətdim də. Qulaq as da, mən sənə orada söyüş söyməmişəmsə, sən məni niyə Yox, söyməsən? mənə qayıtdın ki, mən səndən hörmətli oğlanam, sən birincisi kişi deyilsən. Mən belə Yox, bir kişi kəlmələr söhbət işlətdim. eləməmişəm. Ya, onun üstünə qoyma Kənan. Onun özündən çıxartma. Bunu özünə. Kişi söhbəti olmadı. Dedim, mən elə bildim ki, sən onu mənə aid edirsən. Mən də dedim ki, mən səndən Yox, hörmət estağfurullah, edirəm. mənim səndən Mənim nə qədər işim dedim, var? sən hələ hörmət qazan. Ondan sonra danışarsın. İndi bir dənə söz deyim Mən də sənə. sən kişiliyinə orada söz Yox, deməmişəm. başıma dönürəm. Gör nə deyirəm, qardaşım. Mən indi bir dənə səs gör nə deyirəm. Mən birincisi 17-də Antalyada yaşayıram elə. Lab yaxşı. Allah işi avam eləsin. Allah səndən razı olsun. Mənim obyektimdə mən kafe işlədirəm də belə deyək də. Mənim obyektimdə elə bir, yəni özünü tanıyan, yəni yüksək bir insanlar olmayıb ki, gəlməsinlər. Allah onların da canını sağ eləsin. Allah rəhmət eləsin hər birinə. Yəni Qalanlar da belə can deyək də, sağlığı versin. Bəli, buyur. Yəni Aha. kimisə tanımadan qınamaq olmaz. İndi mən də sənə deyim, sən bir Türkiyədə, Antalyada bir obyekt işlədirsən, məsəl üçün. Ora gəlib gedibdi, tutaq ki, lap belə deyək bir sənə orada hörmət eləyən, gələn, gedən bir 5 min. Sənin xəbərin var ki, Kənan 007, mən Çingizi, sənin qohum əqrabanda bəlkə adamlar var ki, səni tanımır, amma məni Çingiz pəhlivan olaraq tanıyır. Bilirsən onu, tanınmağa deyirsənsə, məni səndən də çox tanıyırlar. Bu dəqiqənə Türkiyəyə gələk, Yox, elə bir söhbət eləməyək. sənin əlindən tutum, oturaq maşına, gedək Türkiyənin hansı bir İstanbuluna gedək, harada Azərbaycanlar var, gedək ora, duraq və gör hamı məni tanıyır, qardaş. Mən bir pəhlivan olaraq mən hörmət qazanmışam. Mənə hörmətsizlik edənlər isə 99% paxıl adamlardır. O da monitor edirlər. Əzizim, üzbəyüzdə mənə heç nə eləmirlər. Ay başıma döndüyüm. Gör nə deyirəm, əzizim. Sağ birincisi kim deyir ki, sən hörmətsizsən, ya və yaxud da ki, kimsə hörmət eləmir ki. Birincisi, Allah səndən razı olsun. Hər bir insan, hər bir belə bizim qürurumuz da hansısa bir dövlətdə gedib belə pəhlivanlıq eləsin, hansısa bir yəni bir ad qaldırsın, o bizim dostumuzdur, bir millətimizin adınadır da, düzdürmü? Düzdür. Allah bütün idmançıların canı sağ eləsin. Kim əziyyət çəkir, Allah yerdə qoymasın. Məsələ orasıdır ki, Kənan, yenə də deyirəm, mən səhvimi başa düşən adamam. Bizi yaradan Allaha and olsun deyirəm. Əgər mən yalan deyirəmsə, nə bilim, kimsə dostun, qardaşın, tanışın varsa, qoşulsun canını etsin ki, sən yalan danışsan. Bu səbəbin başlamaq səbəbi sən olmuşsan. Niyə yalan olmuşsan. danışsın ki, o nə deməkdir? Mən yalan demirəm. Bu razborkanın yaranma səbəbi Kənan, sən özün olmuşsan. Qardaş, yenə də deyirəm, sözün vəliyyətsə, ora yazıyan, bəli, Yox. bax sözüm sənədir. Apşaka söz atırsan, qardaş.
Burada da məndən başqa Abşaka danışan söz yoxdur. Əlbəttə atmadım. mən özümə götürəcəm. Əzizim, Deməli sən fikirləşirəm mənə orada deyirsən də onu. sən özünə götürdün o sözü, qurban olduğum. Niyə elə başa düşürsən ki? Mən orada sözü dedim, sən öz üzərinə götürdün. Başına döndüm. Niyə o sözü öz üzərinə götürürsən ki sən? Çünki məndən başqa bu canlıda danışan yoxdur axı, mənim yanımda yoxdur axı. Nə Mən bilim, nətər bəlkə də sən o burada yazırlar, o söz yazırlar, mən danışıram, özü o mövzuya uyğun yazıldı. yox qadanam. Mən elə bir söz də demədim axı. Yəni sağ aidiyyəti olmayan bir söz dedim. Orada da sən öz üzərinə götürdün. O sən da indi necə başa düşdün, onu başa düşmədin də mən də orada. Salam aleykum, axşamınız xeyir. Salam aleykum. Buyur Vəli Nətərsən, işləyəm. Çingiz Pəhlivan? Yaxşıyam, sən necəsən? Yaxşı ol, brat, Allaha şükür, salamatçılıq da, Allah razı olsun səndən, brat. Ay Kənan 07, brat. Sana bir kəlmə söz deyim mən. Aha. Fakat sən orada bir kəlmə söz işlətdin. Deyirsən ki, əlində hər axşam bir paket nəsə də alıb evinə gətirən yaxşı oğlan oldu. Məsələn, sana bir dənə adi belə bir sual verim. Elə bir oğlanlarımız var ki, ya əlimi yoxdur, ya ayağım yoxdur. Amma özü yaxşı oğlandır. O ailəsinə bir dənə çörək alıb gətirə bilmir. O yaxşı oğlan deyil. Necə başa düşmədim? Yenə təzədən deyirəm. Elə yaxşı oğlanlarımız var ki, ya əlim yoxdur, ya ayağım yoxdur. Evinə bir tikə çörək apara bilmir. O yaxşı oğlan deyilmi? Yox, bir dəqiqə. Sən niyə o insanlar birinci olur hamıdan yaxşı oğlandı? Aysa, sən niyə o sözü işlədirsən? Necə yəni niyə o sözü işlədirsən? Sən birinci bura çıxmısan o sözü demək üçün. Bəli, sana sualım var idi, o sözü sual verməkdən ötəri bura qalxdım. Yəni onu demək üçün mən direktimə yazarsam mən sənə onun cavabını verərəm. Yox da, yaxşı oğlan belə burada da verə bilər cavabı. Yaxşı oğlan sən deyirsən ki, birinci çıxıb burada o sözü deyirsən. Niyə? Mən yaxşı oğlanam ki, özümə də o veriniyəm ki, mən bu sözü sənin üzrünə qarşı deyirəm ki, Hansı sözü bax deyirsən belədir. sən? Sən birinci Bax, elə yaxşı sən oğlan eşitdiyin deyirsən sözü. ki, durursan burada kimisə birinci hansısa bir oğlanı əysildirsən burada. Hansı oğlan əysiltmişəm? Elə hansısa bir əlili. Mən onu əysiltməmişəm. Mən onu tadı ucal Sən deyirəm ki, hansısa bir o əlilin insanın- haqqında o hansısa bir insanın əlili imkanı deyirsən yoxdur, ki, ya əlim yəni yoxdur, ya əlil ayağım kişi deyil yoxdur, o demək istəyirsən ailəsinə də sən. bir tikə çörək apara bilmir, o yaxşı oğlan deyil. Sən yox, bir dəqiqə də sən O deyirsən ki, alçatmaqdır əlil sənin hansısa fikrində, bırak. hansısa bir əlil. Yəni kişi deyil də, bunu demək istəyirsən sən. Amma mən əstəğfurullah, mən elə bir söz demədim ki, o kişi Ha, deyil. onu O bizim onu başımızın təbliğ tacıdır. edirsən də sən hal-hazırda. Mən onu təbliğ də eləmirəm, brat. Sən prosto kəlməni işlədirsən, Yazma amma direktə mən sən nömrəmi atıram. axıra qədər. Ay kişi, mənə direkt sad lazım deyil, mən üzbəyüz danışıram səndən. Hə. Mən üzbəyüz danışıram səndən. Sözün var, buyur, eşidirəm səni. Hətta Canan. bir də danış. Ay Kənan. Hə, Arada Canan. danışıram da, mən sənə sualımı verdim, amma səndən cavabını ala bilmədim. Kənan. hə. Səsim gəlir. Hə, Mənim buyur. səsim eşit. Kənan, öz aramızda bax görsən istəyirsən, bax bu da bir izləyicidən biri. O qədər adam var ki burada. Yəni ona görə deyirəm ki, sözü yazanda yaz günə bax bu sözü filan kəsə aid edirəm. Ona görə Arada də bir kəlmə hamı adını yaz denən ki, Çingiz Pəhlivan. Rax səndən, brat, var, üzr istəyirəm ay ifadəmə görə. Çingiz Pəhlivan, sözüm sağdır. Sağ deyirəm mən bu sözü. Çingiz, bəli. mən sən xətrini çox istəyirəm elə. Sən, yəni mənim də işlədiyim uşaqlarda hamısı sən xətrini çox istəyirlər elə. Hamımızın hörmətimiz varsa elə. Allah Sağ sənin canını olsunlar sağ qardaş. eləsin. Allah sənin kim canını mənə sağ eləsin, hörmət amma qoyur, bu- mən də həmin insana hörmət qoyuram. Yəni dediyim odur ki, Kənan 007. Hı. Bu məsələdə mənim günahım yoxdur. Yəni məni günahkar Yox. etməyə düşlədim. Sən çalışma. Mənim günahım yoxdur. Yox, əzizim, mən səni heç bir halda, heç bir, yəni orada da sağ aidiyyəti olmayan bir söz yazdım. Yəni sən öz üzərinə götürdün o Ay sən qardaş, şəxsən bax, bilindin. qulaq Ay as Kənan, Kənan. brat, yaxşı, Çingiz Pəhlivanı üzr istəyirəm bir dəqiqə qadın.
Yaxşı, əgər o sözü Çingiz Pəhləvana demirsən də, direktində mən niyə söyüş yazırsan? Basa yazmışam bu söz. Amma mənə də yaza bilməzsən səni. Hər oğlan baş üstündə Kişisənsə mənə direktə yaz. Ha, mən qızla da mı direktdən sıla yazam? Ne danışır? Kızam nəyim? Sən nə danışırsan hə? Mən danışdığımı yaxşı bilirəm. Sözün varsa da buyur. Burada üzbəyüz sənə Sən kişi deyilsən. Mən sənə deyirəm ki, sən kişi deyilsən. Şübhəm var mənim kişiliyimlə. Hə, baş şübhəm var. Sən kişi deyilsən. Bilirsən də şübhəsi olan nə olur? Salama. Hə, sən kişi deyilsən. Mən deyirəm ki, sən kişi Yox, bilirsən deyilsən. də şübhəsi olan nə olur da? Bax, burada canlıda insanlar var, demək istəmirəm. Özüm başa düşünən. Özüm də Gürcüstanlı balasıyam ha. Bilirsən, Gürcüstanlılar qoyduğu yerdən də heç vaxtı nəsə də bitmir oradan. Ha, yaxşı da bildikdən sən kişi Başa deyilsən. düşdün? Sən heç bir Sağ kişiliyimi mən sübut eləyərəm. yazma Mən kişiliyimi sağ direktə. sübut Yaz eləyərəm. nömrəni at. Pis olasan. Mən pis olmaram. Sən kişi deyilsən. Mən saydım, sən pis olasan. Amma axıllı ol, get həyatını yaşa. Yaxşı. Antalya'da yaşayırsan, harada yaşayırsansa get həyatını yaşa. İstəyirsən bacını gətirin burada yaşadım. Sənin bacını da yaşadaram, sənin özünü də yaşadaram. Bax, istəyirsən gətirin burada Xahiş edirəm yaşadım da. təhqir eləməyin. Göt- Yəni təhqirə danışma. keçməyin də. Kimin sözü var özünə. Sözüm var, direktə yaz. Sənin panyatkan budur. Sənin panyatkan budur ki, sən bax burada belə söz deyirsən. Hadi yaxşı edirəm. Başa Ürəyim düşdün? istəyir, direktə yaz, nömrəmi atmasam kişi deyiləm. Amma direkt zad lazım deyil. Mən Hə, sən bəs görürsən onda- sözümü onda sözümü mən düşəsən. sənin üzünə qarşı deyirəm. Düşər, sən mənim Bax üzümə burada nə bu qədər də deyirsən? insan var. Burada bu qədər də insan var. Desin ki, bəli sən yalan Bu deyirsən. kimdir? Bu xiyar kimdir belə? Ki, axşam qaz xeyir. Salam. Biraz danışına bir Çingiz şey bəli. verər, panyatkan olsun. Canlıda bu qədər insan var, bir panyatkan olsun. Bu birinci Bez panyetkadan pantol, danışan bez oğlan pantol. elə panyetkadan danışan oğlan ay cındır. Birinci nömrəni Cındır at. sənsən, cındırın da səsi gəlir. Cındırsan Abi. ki, mən sənə deyirəm ki, direktimə yaz, nömrəmi atım, bir görüşək də. Sən mənim direktimə yaz, nömrəni mən sənə zəng eləyim. Baş üstə, bax mən sənə indi, bir dəqiqə, Ondan geldi, eşli sana. bir dəqiqə gözlə. At, burada da ki, nə qədər canlıda insan var, hamısı da yazsın ki, görək burada Vəlidir səhv, yoxsa Kənandır səhv. Sən gözlə, mən sənə nömrəmi atıram. Mən dayanmışam. Əlbəttə Kənandır, söyüş söyür. Zapretdən qıraq söyüş söymək olmaz qardaş. Çingiz Pəhləvan, Salam axşam Namik, buyur qardaş. Axşam xeyir. Salam, buyur Namik, eşidirin. Səsin gəlir, amma biraz qırıq-qırıq gəlir. Biraz internet zəifdir. Bu qardaş bu səsini açsın görün bir ona ikinci kəlmə söz deyəcəm. Ona görə qalxmışam buraya. Nömrəmi qaqaş. At, mən sayı qaram indi. Attım. Yaxşı. Kənan, eşlisən nə? Buyur Namik, eşidir. Salam, axşam xeyir. Eşlisən mən? Alo. Eşidirik Namik, buyur qardaş. Bu bəxtə mən buradan aşağıdan baxıram. Bu qardaşa qarşı sən o kişiyə yazırsan, pramo yazırsan, onun adresini bilmirsən sən kimə yazdığını. Nə? Direktə yazırsan Çingiz Pəhləvana da. Ben burada aşağıda qulaq asıram sizə. Onu Çingiz bilər, mən bilərəm. Privet, Sən Darya, niyə qarışsan privet. ki buna? Nə tər Çingiz bilər mən. Privet Darya. Çingiz bilər, mən bilərəm. Sən nə adiyyəti var onun? O ki, Çingiz bilər, sən bilərsənsə də Çingiz Pəhləvanın nömrəni at, Çingiz Pəhləvandan WhatsAppda danışın da. Çingiz Buraya mənim qalxırsınız nömrəm- da, burada Çingiz Pəhləvanda Oy, istəyənlər var burada burada. danış. Onların da hamısının acığına Ay gəlir ki, sən qardaş, belə sən bir şey Çingizin yazırsan. söhbətini eləyən oğlansan. Qulaq as, səsin tonuna aşağı sala, sən kimlə danışdığını bilirsən hələ. Nə? Nədə, nəyə deyirsən sən? Sən Nə bilirsən deyirsən? kimlə danışdığını bilirsən. Heç bilmirəm, bilmək də istəmirəm. Ay. Yox, Sən öyle bana. axırına buna görmə qulağını çıxardaram ha, çaqqal. Mənim? Yox, nənəmə. Mən direktə yazıb nömrəsini atmayan oğlan baysın sikim. Direktə premo birə yazıram, zəng eləməyən ondan axsının xırtıyını sikim bax. Ay görürsən bax. Bax belə söymək olar. Allah, zəng eləndə götdə olansan zəng elə bax. Zəng elə. Bərdədə yaşayıram mən, Bərdədə.
Hanı onun nömrəsi? Hanı Nömrə nömrə? atdım, necə oldu? Nömrə necə oldu? Nömrə belə TikTok icazə vermir nömrə atmağa. Də mən sənə direktə Direktə yazıram. yazıram. Mən sənə direktə yazıram. Yaz direktə. Yaz direktə. Peysər kimdir? Yox, burada yazmadım. Ne yeri tulluysan? Burada ki, mən Çingiz Pəhlivan belə yazdım, sənə yazmadım, falan yazdım. Ne zadın tulluysan bu? Məsələnin ümumiyyətlə bax bu məsələnin belə böyüməsi, şişməsi ondandır ki, söz ya deyəndə kimsə, qardaş, mənim sözüm Kənanadır, yaz deyən Kənan sənə deyirəm. Kənan mən Vəliyyədir, Vəliyə deyən. Kənan Afşakovu söz dedi, mən onu təhqir eləməmişəm. Ha, yenə də deyirəm, millət andol Allaha, özü də desin. Mən də qayıtdım dedim ki, elə bildim mənə aid edir. Mən də dedim ki, sən mənim qədər hörmət qazan. Ondan sonra direktimə girdi, bax sizi söyən kimi. Bax vallah billah məni də söyüb. Söyüşünü də qoymuşam ora. O da məni söydü. Mən də başladım da məni söyürsə mən də onu cavab. Sonra da şəkillərini qoydum. Mən dedim mən də sənə belə eləyəcəm. Nömrəmi də yazdım Çingiz ora. Pəhlivan. Yəni sözüm ondadır ki. Çingiz Pəhlivan, sənə bir dənə söz deyim mi? Buyur. Allaha and olsun deyirəm, Allaha and olsun. Bu monitor arxasında belə şirə dönənlər var ha. Üzbəüz gəlsə şalvarına siyər o. Gör nə deyirəm, indi şalvarına siyan deyirsən, eləmi? Yox, Daha cibinə salın yuxarıdakı uşağı da nömrəmə attım. İndi o Uşaq şalvarına siyan nədir? Sən dediyin nə sənin oğlan neçə var ha. yaşın var? Sənin neçə yaşın var ki, sən cəmaata uşaq deyilsən? Birincisi, Sən bir yığ mənim nömrəmi səndən danışaq da. Hadi yığaram da imkan ver də görəsən burada normal oturub yaxın qardaşlarla söhbət edirəm. Amma sən bıraq sənlə. Yaxın qardaşlarla söhbət edirəm. Sən öz üstünə götürmə. Çıxandan sonra sağ mən yığaram özüm. Yığmayan arvadın sikim. Ay sənin peysərsən sən bu peysər. Bu söz söyləmək istəmirəm. Ay Kənan, niyə söyüşürsən? Nə Yığmasa qədər elə sənin hər arvadını cümlənin sikim. nöqtəsini söyüşlə qoyursan. Söyüş Bax söyləyir. görürsən bura. O Bax, peysərdir. mən deyirəm, O sən birincisi, üzbəüz gəlsən ay- şalvarına ay siyərsən. Çingiz, Ha. varını yoxunu sikim, o arvadını başqa kişi ilə, qaynı ilə bərabər sikdirən oğlandır. O arvadı yoxdur axı, subaydır, Vəli subaydır. Sikim Ay onun Kənan. bacısını, o bacısını başqa kişi ilə Sənin hər bir yatağa şeyini qoyan sikəcəm bir oğlandır. dəqiqə. Sənin hər bir şeyini sikəcəm. bir dəqiqə Yığ gözlə mənim irəm sən. nömrəmi, Çıx nömrəmi buradan. atmışam. Çıx Ha, bu buradan, peysər gəl sənin şeydir, balası. bunların bahisini sikim mən. Ay, Bunlar söyüş hamısı, söyləyin də. hamısı qəhbədən doğulmuş oğlanlardır. Kənan, söyüş Lomkana qoy. Lomkana qoy. Yox, Çingiz Pəhlivan, sən panyatkalı olansan, hörmətli olansan, tanışlı olansan, sən dünya tanıyır. Elə insana qoşma canlına, qardaşım. Məsələ bilsən nədir? Mən onu söymək üçün qoşmamışdım. Mən onu o məsələyə görə qoşmuşdum. Sonra qoşuldu uşaqlar başladı söyməyə. O söyüşü mənə də söyürdü. Ona görə də onun O söyüş mənə söyülmüşdü, mənə də söyüb də. Sən nətər söydü, mənə də elə söymüşdü. Mən də ona görə qaldırdım. İndi gedib oturub Türkiyədə, İstanbulda, şeydə, haradan, kara deyir, nə deyir, zahmata şişə danışır da bir oturub. Hası ki, zəng eləsəm, o mənim qarşıma çıxa bilməz. Elə bil, mənim girib videolarıma baxıb, o çaqqal, qulağını çıxardaram onu. Gedib gizlənib, cihsinin taxtının altına, gəlib burada telefonda şişə, iki danışır, gəlib, küçük. Yox, sən kimi oğlana ümumiyyətcə olmaz axı, hörmətsizlik eləməksən, hörmətli olansın. Abi Serhu, Çingiz çerdi ki Çingiz. Merhaba Bahar, nasılsın? Yaxşıyam, sen nasılsın? Ben de yaxşıyam. Ne yapıyorsun? İyiyim, sen ne yapıyorsun? Vallahi ben bir insan var idi, onunla spor yaptım. Sonra sporun axırı küfürə keçdi. Küfürün axırında da ki TikTok engellədi. Spam koydu bana. He gördüm istek atarken gördüm. Bu kimdir şeydeki? Bu Azərbaycan vətəndaşı. Vatandaş. Aleyküm selamun aleyküm. Sesin etmiyor.